Naxçıvanda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. Hadisə Naxçıvan şəhərinin Qaraxanbəyli kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə 2019-cu il təvəllüdlü Elmir Qurbanov velosiped sürərkən su kanalına düşüb və gözdən itib. Aparılan axtarışlar nəticəsində uşaq sudan çıxarılaraq xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata görə Elmir Qurbanov tanınmış musiqiçi, prezident mükafatçısı, Naxçıvan Dövlət Filarmoniyasının kamera orkestrının bədii rəhbəri və baş rejissoru Cahangir Qurbanovun oğlu general-leytenant Babək Qurbanovun qardaşı oğludur. Qeyd eləyək ki, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin 1-ci sinif şagirdi olan Elmir Qurbanovun ötən gün itkin düşdüyü bildirilmişdi.